Emosional dalğalanmalar hər kəs üçün təbiidir. Lakin bəzi hallar var ki, onlar xarakter deyil, psixoloji dəstək tələb edən siqnallardır. Əgər indi deyəcəyim bu əlamətləri mütəmadi olaraq yaşayırsınızsa, mütəxəssisə müraciət etməyin vaxtı gəlmiş ola bilər. Gün ərzində səbəbsiz daxili sıxıntı və pis nəsə olacaqmış hissi yaşayırsınızsa, adi sözlərə kəskin reaksiya verirsinizsə, qəfil ağlama və ya idarə olunmaz qəzəb hissi yaranırsa, gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə və ya iştahınızda kəskin dəyişikliklər varsa, sevdiyiniz insanlarla ünsiyyətdən qaçıb öz qabağınıza çəkilmək istəyirsinizsə, əvvəllər sizə zövq verən məşğuliyyətlər artıq mənasız gəlirsə, İşinizə diqqətinizi cəmləyə bilmirsinizsə və sadə qərarlar verməkdə çətinlik çəkirsinizsə, keçmişdə baş vermiş hadisələr tez-tez ağlınıza gəlir və indiki həyatınıza mane olursa, tibbi müayinələrdə səbəbi tapılmayan fiziki ağrılar hiss edirsinizsə, bu əlamətləri yaşamaq sizin zəif olduğunuzu yox, sadəcə dəstəyə ehtiyacınız olduğunuzu göstərir. Əgər bu əlamətlərdən hansısa birini özünüzdə hiss edirsinizsə, vaxt itirmədən mütəxəssisə müraciət etməkdən çəkinməyin.